verildi və məhkəmə başı təyin olundu. İlkin iclas keçirildi. Vəsadətçimiz oldu ki, 10 Bakıdan 3 saylı istintaq tədqiqatxanasından götürülsün Bakı istintaq tədqiqatxanasına. Həm gedib gəlmək çox uzaqdır. Neredeyse 110-120 kilometre deyib gəlmək, ya vəkil olaraq hüquqların müdafiəsi üçün səmərəli müdafiəsini təşkil edə bilmirik. Yəni gedəndə onda həmin gün bütün iş saatlarını demək olar ki, qutarır. Həmin getmək, gəlmək. Digər tərəfdən də ailə üzvləri həftədə bir dəfə görüşürlər. 2 az yaşlı övladı var, xəstə anası var. Ona da avtomobilsiz deyib gəlmək mümkün deyil. İctimai nəqliyyat yoxdur. Və ona görə deyib gəlmək çox çətindir. Vəsadətimizi təmin eləmədi. Məhkəmə iclasının 12-si may 2025-ci ilə saat 15:30-da təyin elədi. İndi hələlik ilkin vaxt iclasında biz təbii ki, çıxışlarımızı eləyəcəyik. Əslində hesab edirik ki, bu hökm də qanunsuzdur. Və eyni zamanda həmin hökmə görə hələ qanunsuz ev tikməyə görə Azərbaycan məhkəmə sistemi tarixində heç kəsə həbs azadlıqdan məhrum etmə cəzası verilməyib. Təəssüf ki, belədir. Cəhətində problemlər var orada, amma yəni bildirdi ki, problemlər var. Ona görə də Bakı İstintaq Tədqiqatına qayıtmaq istəyir ki, burada daha müalicəsini təşkil eləmək üçün real imkanlar var. Amma yenə hakim İbrahim İbrahimli Bakı Apellyasiya Məhkəməsi verdiyimiz vəsadəti sədr yerdən oldu. Verdiyimiz vəsadət təmin eləmək.